Hər vaxtınız xeyir olsun. Yəni bu bilən var, burada birinci mövzudur yoxsa necə? Bu müəllimənin sınaq Salam, dərsidir, birinci mövzusudur. salam müəllimə. Hər vaxtınız xeyirli olsun. Hər vaxtınız xeyir. Hər vaxtınız xeyirli uğurlu olsun. Salam, hər Dəyərli vaxtınız xeyir olsun. Samirə müəllimə. hər vaxtınız xeyirli olsun. Salam müəllimə. Salam. Bir dəqiqədə gözləyək müəllimlər. Məlumat verəcəm. Bir dəqiqədə gözləyək. Müəllimlərdən dərsə biraz gecikən var. Bir dəqiqədə gözləyək, başlayırıq. Samirə müəllimə sizsiz? Bəli, mənəm. Salam, necəsiz? Yaxşıyım, çox sağ olun. Mən sizə şəxsi də yazmışdım, dedim yana qoşula bilmədim. Aha, mənə bu gün şəxsidə o qədər SMS gəlib. Gələ bir Yox, dünən. yazılıb, Dünən hələ yaz. SMS-lərin çoxuna hələ cavab yazmamışam. Dərsdən sonra hamısına cavab yazacağam inşallah. Deməli müəllimlər, məlumat verim. İndi digər gələn müəllimlərə də yenə məlumat verərəm. Bu mənim ödənişli qrupumun dərsidir. May ödənişli qrupumun dərsidir. May ödənişli qrupunda mikrofonları bağlasın olmasa, hamı mikrofonları bağlasın. Ki mənim səsim daha aydın, yaxşı eşidəsiniz. Müəllimlər, xahiş edirəm, görüntüyə, mikrofonlara nəzarət edin. Çünki dərs yazılır, dərs YouTube kanalında paylaşılacaq. Ona görə çox xahiş edirəm, hamı mikrofonla görüntüyə nəzarət etsin ki, vaxtımıza qənaət edək, daha çox sizlərə fayda verə bilim. Deməli, müəllimlər, bu mənim həmişə ödənişsiz ilk dərsi paylaşıram, amma mən mayın 1-dən açmışam bu qrupu. Biz mayın 1-dən deməli dərslərə başlamışıq. İndi də biz iş üsulları, iş formaları, öyrənmə tərzləri, diferensial yanaşma, iş üsulları bu mövzulardayam. Sizə də məlumat vermək istəyirəm. Deməli, sertifikatlaşdırma imtahanı bağlayaq mikrofonları edirəm. Aha, sertifikatlaşdırma imtahanı ayın 18-dən 25-nə qədər inşallah davam edəcək. Ona görə də müəllimlər, mənim bu may qrupumda həftədə 2 dəfə dərsimiz olur. Yeni açmışam zaten bu qrupu. 2-ci, 4-cü gün saat 20:30-da dərsim olur. Dərsin formatı necədir? Əvvəlcə mövzuları göndərirəm. 2 mövzu, 3 mövzu, indi baxın mövzunun həcminə, 4 mövzu, PDF-lərini göndərirəm, video yazı göndərirəm. İndi artıq ilin sonudur, imtahana az qalıb. Bir çoxlarınızın artıq mövzular haqqında məlumatınız var, amma hər ehtimala qarşı yenə hər bir mövzuya aid video yazı və PDF göndərirəm. Time 2024 vəsaitdən də istifadə edə bilərsiniz. Orada kitabda təbii ki, daha geniş yazılıb, daha geniş şəkildə oxumaq istəyirsinizsə, mütləq vəsaitdən də istifadə edin. Əvvəlcə mövzuları göndərirəm müəllimlər. Daha sonra dərsdə, yəni həftədə 2 dəfə o göndərdiyim mövzulara uyğun izahlı sual-cavab edirəm. Yəni vaxt çatdırıb oxuya bilməyən müəllim də dərsdə izahlı sual-cavab əsasında mövzunu mənimsəyəcək. Və biz mən belə planlaşdırıram ki, mayın 10-una qədər, iyun ayının 10-una qədər proqramı yekunlaşdıracağıq. Sonra harsa bir həftə, 10 gün ərzində yenidən proqramı təkrar edəcəyik. Əgər bu qrupa qatılmaq istəyən müəllim bir dəfə ödəniş etməklə sertifikasiya bitənə qədər kurikulum qruplarından faydalana biləcək. Deməli, biz əsasən tam 2024 vəsait və testindən istifadə edirik. Yəni, hər mövzuya aid testləri siz deməli, tam 2024 testindən də istifadə edəcəksiniz. Bir də ondan əlavə özümün də sınaqlarım olur, onları göndərəcəm Google Forumda və yaxud da yəni sınaq şəklində göndərəcəm, işləyəcəksiniz. Əsasən də suallar əsasında. Belə müəllimlər, kimə nə qaranlıq qalsa, dərsdən sonra şəxsimə yazar, mən sizin suallarınızı cavablandıraram. Amma indi isə istəyirəm başlayaq artıq dərsimizə. Dərsimizə başlayaq. Aha. Deməli müəllimlər, istəyirəm ki, deməli 4 mövzu vermişəm. Sürətli izahlı sual-cavab olacaq. Ona görə vaxtımız azdır. Salam yazın bura, SMS bölməsinə salam yazın. Google Meet-in SMS bölməsinə salam yazın. Aha, düşdü. İndi müəllimlər, başlayıram izahlı sual-cavab əsasında. Mən soruşacağam və bəzi vacib hissələri də izah edəcəm.
getdik müəllimlər. İş formaları haqqında danışacağıq. İş formaları nə üçündür? Dərsimizi qurmaq üçün. Yəni ümumiyyətlə iş forması ilə iş üsulu. Dəqiqə burada. Niyə? Aha. İş üsulu ilə iş forması. Dəqiqə bunu söndürüm. Aha, iş üsulu ilə. Aha, başladıq. Deməli, iş üsulu ilə iş forması bir-birini tamamlamalıdır. Müəllimlər, iş formaları bilirik də hansı? Fərdidir, cütlərləndir, qruplarla, bir də kollektiv. Kollektiv iş forması. Bu iş formalarına uyğun iş üsulları haqqında da sual-cavab edəcəm. Biz elə iş üsulları seçməliyik ki, iş formamıza uyğun olsun. Ola bilsin ki, elə iş üsulu seçək ki, o iş formasına uyğun olmasın, bu səhvdir. Məsələn, elə iş forması var ki, o yalnız kollektiv keçirilməlidir, o yalnız qrupla keçirilməlidir. Məsələn, akvarium iş üsulu var müəllimə. Onu biz cütlərlə keçirdə bilmərik, onu biz fərdi keçirdə bilmərik. Onu yalnız biz qrup şəklində deməli keçirdə bilərik. İş üsullarından müəllimə, iş formalarını dedik. İş formalarının özünün müsbət və mənfi tərəfləri var. Məsəl üçün, fərdi iş formasının üstün cəhəti odur ki, diferensial yanaşırsan. Daha çox diferensial yanaşma olur, düzdür müəllim? Bəs mənfisini də siz yazın. Qısa yazın. Məcbur deyil uzun cümlə yazasınız. Qısa şəklində yazın. Fərdi iş formasının mənfi cəhəti nədir? Fərdi iş formasının mənfi cəhəti nədir? Vaxt çatmır da. Əlbəttə, əgər sinifdə şagird sayı çox olarsa, vaxt çatmayacaq, çatışmazlığı olur. Şagird sayı çox olduqda fərdi iş formasını həyata keçirən zaman problem yaranır. Fərdi iş formasında daha çox hansı qiymətləndirmədən istifadə olunur müəllimlər? Fərdi iş formasında daha çox hansı qiymətləndirmədən istifadə olunur? Daha çox özünü qiymətləndirmə. Tamamilə doğrudur. Daha çox özünü qiymətləndirmədən deməli istifadə olunur. Yaxşı müəllimlər, cütlərlə iş formasının faydaları odur ki, cütlərlə də, yəni biri birindən öyrənir, biri digərindən öyrənir. Düzdür müəllimlər? Yəni burada əməkdaşlıq var, ünsiyyət var. Burada şagirdlər öyrənir, sosial inkişaf nəzəriyəsinə əsasən yaxın inkişaf zonası deməli burada təşkil edir. Düzdür müəllimlər? Yaxşı, bəs çatışmazlığı nədir? Yaxşı, cütlərlə iş formasının çatışmazlığı nədir? Cütlərlə iş formasının çatışmazlığı nədir? Çatışmazlıq odur ki, birinin digərinə xoşu gəlməyəndə, yəni münasibətlər mənfi olduqda, bir-birlərinə düzgün qiymət verə bilmirlər də, rəy düzgün verə bilmirlər. Mənfi cəhət də budur. Bu həm də qruplarla iş formasının da həm də mənfi cəhətidir ki, bir-birlə qərəzli münasibətdə olduqda bu onların fəaliyyətinə də təsir göstərir. Aydındır? Yaxşı müəllimlər, kollektiv iş formasının deməli faydaları hansılardır? Yəni ən böyük faydası odur ki, bütün kollektiv cəlb olunur. Həmin iş formasına bütün kollektiv cəlb olunur. Düzdür müəllimlər? Bəs mənfi cəhəti nədir? Kollektivlə iş formasının mənfi cəhəti nədir? Səs-küy olur, müəllim idarə edə bilməyəndə xaos olur, dərsi reallaşdırmaq olmur, təlim nəticəsini reallaşdırmaq olmur. Düzdür? Əsasən də odur ki, xaotik vəziyyət olur. Sonra müəllim bilmir kim yaxşı öyrəndi, kim aşağı səviyyə öyrəndi. Bəli. Kimin zəif, güclü yox. İndi biz müasir kurikuluma görə biz zəif, güclü demirik. Biz deyirik ki, təlim nəticəsi aşağı olan şagird, təlim nəticəsi yüksək olan şagird. Yəni zəif, güclü şagird demirik. Ola bilər ki, şagird bu fəndən təlim nəticəsi aşağıdır, amma başqa fəndən bəlkə təlim nəticəsi yaxşıdır. Ona görə yaxşı oxuyan şagird, pis oxuyan şagird anlayışını biz artıq öz nitqimizdə istifadə etməli deyilik. Uşaq var, riyaziyyatı bilmir, amma bundan bacarığı var. Yüksək səviyyədə bacarığı var. Riyaziyyatın təlim nəticələri zəif olsa da, amma digər fəndə bacarığı var. O deməkdir ki, o zəif şagirddir, güclü şagirddir. Aydındır? Bəli. Sonra indi gedək əsas məsələyə. Hələ ən böyük dərsimiz iş üsullarıdır. Mən iş üsullarından qabaq istəyirəm ki, öyrənmə tərzlərindən sual-cavab edim müəllimlər. Bu asandır, bunu həll
bilirsiniz. Öyrənmə tərzlərini bilirik də, bunlar hansılardır müəllimlər? Vizual, audialdır, kinestetikdir və oxuyub yazaraq öyrənmə. İndi 4 öyrənmə tərzi var. Ümumiyyətlə bu öyrənmə tərzini bilmək bizə nə üçün faydalıdır? Nə üçün faydalıdır? Bizim nəyimizə lazımdır ki, bilək ki, uşaq vizual olaraq öyrənir, audial olaraq, yəni eşidərək öyrənir. Uşaq düzdür. Bəli, biz onun öyrənmə tərzinə bələd olduqda, biz müəllimlər bələdçiyik, biz müəllimlər fasilitatorıq, müşahidəçiyik, güclü müşahidəçi olmalıyıq biz. Biz şagirdlərin öyrənmə tərzlərini, yəni ona uyğun öyrənmə tərzlərini bildikdə biz o uşağa dəstək ola bilərik. Aydındır? Bəli, dəstək ola bilərik. Yaxşı müəllimlər, indi mən sizə sual verim. Siz yazarsınız ki, bu hansı öyrənmə tərzinə malikdir? Aydın oldu? Hansı öyrənmə tərzinə malikdir? Yaxşı müəllimlər. Deməli, məlumatları əldə etmək üçün şəkillərdən, xəritələrdən, qrafiklərdən istifadə etməyi sevirlər. Bəli, xəritələrdən. Vizual. Bəli, bu hansıdır? Bir dəqiqə. Bəli, bu vizual öyrənmədir, tamamilə doğrudur. Onlar rənglərlə işarələməyi, qeydlərinin şəklini çəkməyi, rəngli yapışqanlı kağızlardan istifadə etməyi daha çox sevirlər. Elə insan var ki, kitab oxuyur, məndə də vizual öyrənmə tərzi var. Ümumiyyətlə bir insanda məsələn vizual öyrənmə tərzi var, deyil ki, onda audial öyrənmə tərzi yoxdur. Sadəcə biri digərindən üstünlük təşkil edir. Məsəl üçün mən özüm də oxuyanda PDF-lərim də elədir. Qırmızı işarələyirəm. Sonra kitab oxuyanda bir altına belə qalın bir xətt çəkirəm. Yanına bir dənə belə işarə qoyuram. Kitabı nə günə qoyuram. Elə ki, göz yaddaşı deyəm. Ona görə mənə daha faydalı olur. Ona görə PDF-lərim də fərqli olur. Belə, bu oldu vizual öyrənmə. Elə şagird, elə müəllimim olur ki, deyir ki, ay Samir müəllim, sən orada nə qədər danışsan da, mənə xeyri yoxdur. Mən gərək oturum, özüm oxuyum o mövzunu. Özüm oturub o mövzunu bir dəfə oxumasam, onun faydası olmayacaq. Nə qədər istəyirsiniz, yaxşı izah edirsiniz, mən onu oturub özüm oxumalıyam. Bəli, oxuyub yazaraq öyrənənlərə aiddir. Bəli, onlar çoxlu qeydlər aparırlar, həvəsli oxuyucu olurlar. Yazılı qeydləri olur onların. Müəllim var, özü konspektini özü tutur. Elə müəllim var ki, nə kitab oxuyur, nə müəllim var ki, həm kitabda oxuyur, həm də konspekt tutur. Özü üçün mövzunu konspektləşdirir. Bəli, bu oxuyub yazaraqdır. Belə insanlar kitabxanaya getməyi sevirlər. Yaxşı, elə müəllim də var ki, deyir, yox, mən istəyirəm ki, elə ancaq Samir müəllim, siz danışasınız, mən eşidirəm. Audial. Bəli, bu audialdır. Audialda öyrənənlər deməli daha çox dinləyərək öyrənməyə daha çox üstünlük verirlər. Yaddaşlarında o cür daha yaxşı qalır. Deyir, yox, mən deyir, nə qədər test eləsəm də, nə qədər oxusam da faydası yox. Gərək onu kimsə nağıl edib danışsın. Mənim əvvəlki qrupumda bir müəllim var idi. Deməli, neynirdi müəllim? O da çox yaxşı bir üsul idi. Deyir, mövzunu oxuyurdu, səsində diktafona yazırdı. Deyir, sonra o səsi səsləndirib özüm eşidirdim və beləliklə mənə daha aydın olurdu. Deməli, bu müəllim audial eşidərək, yəni eşidərək öyrənmə tərzinə malik olan bir şəxsdir, bir öyrənmə tərzinə malikdir. Ucadan oxumağı sevirlər, müzakirələri sevirlər, səsli qeydlər aparırlar. Baxın, bu nədir? Az öncə vurğuladığım audial, yəni eşidərək öyrənmə tərzi. Bir də var ki, bu elə insanlar var ki, qurmağı, yapmağı, Kinestetik. bəli, təcrübəni sevinirlər. Xoşlarına gəlir ki, əli nəsə toxunsun da, o əşyaya toxunsun, bir nəsə hazırlasın. Bəli, bu kinestetik öyrənmə tərzinə malikdir. Onlar mühazirəni sevmirlər. Belə uşaq var, görsənir heç kitaba yaxın durmur, amma bir iş tapşırır. Mən özüm bir dəfə yarısı 4 il bundan qabaq bir fizika gecəsi keçirtmişdim. Fizika gecəsi keçirdəndə orada mənim təlim nəticəsi zəif olan şagirdlər var idi. İnanın ki, müəllimlər,
Tədbirə bilirsiniz necə yüksək səviyyədə hazırlaşdılar. Elə şagirdlərim var ki, mən dərs oxumadıqlarına görə, nəticələri zəif olduğuna görə aşağı qiymət yazırdım. O tədbirdən sonra həqiqətən mən onların başqa tərəflərini deməli aşkar elədim. Albert Einstein'in paltarını özünü elə qrim eləmişdi, saçını ağartmışdı. İndi sizə danışıram, gözümün qarşısına gəlir. Aha. Sonra, bəli, bu kinestetikdir. Aydındır. Biz indi növbəti dərslərimizdə şəxsiyyət tiplərini keçəcəyik. Ümumiyyətlə bir müəllim, şagird, biz psixoloquq da müəllim, həm pedaqoquq, həm də psixoloq. Biz şagirdlərin hansı şəxsiyyət tipinə malik olduğunu, hansı temperament tipinə malik olduğunu bilməliyik. Bunları növbəti dərslərdə deməli keçəcəyik. Aha. Sonra, indi isə keçək müəllimlər əsas mövzumuza, iş üsulları mövzusuna. Hansı ki, o iş üsulları mövzusu deməli həm genişdir, həm vacib mövzulardan biridir. İndi situasiya əsasında sual-cavab edəcəm. Görün bu iş üsullarını necə qavraya bilirsiniz. Qrupa yeni gələn müəllimlər var. Mən bu qrupun linkini həm statusda, həm ödənişsiz qruplarda paylaşdım. Bu dərsin linkini. Bu dərs mənim may qrupumun, ödənişli qrupumun dərsidir. Biz mayın 1-dən başlamışıq. Deməli, iyunun 25-nə qədər davam edəcəyik. İyunun 10-na qədər tam proqramı bitirdikdən sonra yerdə qalan müddəti inşallah ümumi təkrar eləyəcəyik. Mən əvvəlcə nə edirəm? Mövzuları göndərirəm. Bir 3 mövzu, 4 mövzu göndərirəm, PDF-ini, videosunu göndərirəm və sonra dərs zamanı izahlı sual-cavab əsasında müəllimlərdən soruşuram. Yəni dərsimizin formatı bu cürdə. Əgər qrupa kim daxil olmaq istəsə, dərsdən sonra 055 179 21 27 nömrəsinə yazar. Belə davam edək müəllimlər. Deməli, strategiya üsul deməkdir də müəllimlər. Üsuldur, metoddur, texnikadır. Hər müəllimin özünün dərs keçmə metodu var. Hər müəllimin özünün üsulu var. Düzdür müəllimlər? Aha. İndi müəllimlər sizin kitab bu Time 2024 vəsaitdə bir 30-35-dən çox üsul yazılıb, iş üsulu yazılıb. Amma bu iş üsulunun sayı hesabı yoxdur. Yer kürəsində nə qədər müəllim var, bir o qədər də iş üsulu var. Sadəcə ən vacib olanları, ən məşhur olanları deməli kitabda sistemləşdirərək yazıblar. Nömrəm 055 279 21 27. 055, nömrəmi qeyd edin, 055 279 21 27. Getdik müəllimlər. İndi iş üsullarından sual verəcəm. Siz iş üsulunun adını yazarsınız. Siz iş üsulunun adını yazarsınız. Mənim hər dərsim belə keçir müəllimlər. İndi burada məni çoxları tanıyır, amma tanımayan, yeni qatılan müəllimlər var. Mən hər zaman mövzunu bax belə izahlı sual-cavab edirəm. Onda müəllimlərə daha aydın olur. Belə müəllimlər. Salam müəllim, axşamınız xeyir olsun. Salam, axşamınız xeyirli olsun. Sualınız var? Necəsiz müəllimə? Hansı müəllimdir? Səsindən tanımadım, nə əcəbsə. Yaxşıyam. Kimdə? Nə var müəllimə? Yaxşı. Xeyir müəllimə, Arzu müəllimədir. Hə, Arzu müəllimə. Necəsiz müəllimə? Sağ olun, çox sağ olun. Yaxşı olasınız müəllim. Hə, lap yaxşı. Davam edək müəllimlər. Bu hansı üsuldur ki, müəllim problemli situasiyanı şagirdlərə təqdim edir. Şagirdlər də öz variantlarını deyir və mümkün həll yollarına deməli vurğulayırlar. Amma hələ ki müzakirə aparılmır. Yəni bu səhvdir, yoxsa doğrudur. Müəllim onları həmin o şagirdlərin dediyi o üsulları lövhəyə yazır, sonra müzakirə edirlər. Daha sonra o həll yolu tapılır ki, hə, bu problemin həll yolu budur. Bəli, o həll yolu budur. Bu hansı üsuldur? Bəli, tamamilə doğrudur. Bu beyin həmləsidir. Müəllimlər, beyin həmləsini biz bilirik ki, ancaq dərsin əvvəlində edirik, düzdür? Dərsin sonunda bunu edə bilmərik də, beyin həmləsini. Bir də dərsin məsəl üçün bir ortalarında da etmək olar, amma dərsin sonunda ediləsi bir üsul deyil. Dərsin sonunda hansı üsullardan daha çox biz istifadə edə bilərik?
Dərsin sonu nədir? Refleksiyadır da, düzdür? Refleksiya bəli, 3-2-1, bir böl. Bəli, bunlar dərsin sonunda. Nəinki dərsin sonunda, dərs boyu davam edən üsullardan biridir. Çünki bilirəm dərsin əvvəli, istəyirəm bilim dərsin ortası, artıq öyrəndim dərsin sonu. Bir budur. Düzdür müəllimlər? Yaxşı müəllimlər, iki hadisənin müqayisəsi, fərqli və oxşar cəhətləri üçün düşünülmüş bir üsuldur. Bəli, bu Venn diaqramıdır. Venn diaqramında 2 dənə dairə varsa bu ikili Venn diaqramı, 3 dənə dairə varsa bu üçlü Venn diaqramı adlanır və bu Venn diaqramı alimin adı ilə bağlıdır. Venn diaqramı bu riyaziyyat fənni üçün yaradılıb bu üsul, amma sonradan daha digər fənlərə də tətbiq olunur. Demək olar ki, bütün fənlərə tətbiq olunur. Yaxşı müəllimlər, bəs bu hansıdır? Müəllim mətni oxuyur, yarıda saxlayır, deyir davamını tutalım ki, siz gətirin. Davamını deyir, siz gətirin. Bəli, bu proqnozlaşdırmadır da, daha çox üzrlü sayın müəllimlər, daha çox bu ədəbiyyat dərsində, dil dərslərində, mətn olan dərslərdə daha çox istifadə olunan üsuldur. Yəni şagird yaxşı müəllimə belə deyim, şagird proqnozlaşdırıb davamını gətirirsə, biz keçən dərslərdə keçdikdə nə idi o mövzunun adı? Bloom taksonomiyası. Hə. Bloom taksonomiyası hansı mərhələsinə aiddir? Bəli, yaratmaq mərhələsinə aiddir. Çünki uşaq əgər davamını gətirirsə, deməli o nə edir? Yaradır. Aydındır? Bəli, tamamilə doğrudur. Yaxşı müəllimlər, bəs bu hansı üsuldur ki, müəllim mətnin qısa zaman müddətində şagirdlərə mənimsədir? Zigzag. Bəli, bu ziqzaqdır da. Orada neçə dənə qrup olur? Neçə qrup olur? Neçə qrup olur? 4. Orada indi 1, 2, baxın 3, 4. şagirdlərin sayına uyğun da müəllimlər. Doğma qrup, ana qrup. Bəli. Orada doğma qruplar olur. Doğma qruplardan sonra, yəni bu ana qrupda deyilir. Daha sonra isə birlər bir qrupa toplanır, ikilər bir yerə, üçlər bir yerə. Bu qrup indi məsəl üçün bizim məktəbdə şagird sayı çoxdur. Məsələn 35, 40. Bir 4 6 dənə qrup yaratmaq olar məsəl üçün. 5-6 dənə yaratmaq olar. Amma elə şagird sayı var ki, orada azdır. Orada artıq çox qrup yaratmaq olmur da. Baxın şagird sayından asılıdır. Müəllimlər, bir şey yadıma düşdü, onu deyim. Dərsin planlaşdırmasını həyata keçirərkən, biraz haşiyədən çıxaq. Dərsin planlaşdırmasını həyata keçirərkən daha çox hansı, daha çox müəllim nəyə nəzərə almalıdır? Bax, gündəlik planlaşma həyata keçirirsiniz. Daha çox nəyə nəzərə alırsınız? Daha çox nəyə nəzərə alırsınız? Dəqiqə. Aha, müəllimlər nə yazdı? Müəllimlər, ilk öncə biz sinfin səviyyəsini nəzərə almalıyıq. Bəli, Həyat Rəhimova, mənim qruplarımda varsınız da, ona görə bilirsiniz. Sinfin səviyyəsini nəzərə almaq lazımdır. Çünki hər nəticəni siz o sinfə tətbiq edə bilmirik də biz. Sinfin səviyyəsinə uyğun. Və biz 9 ayda keçirdiyimiz, yazdığımız, hazırladığımız planlaşmanı 9B-yə tətbiq edə bilmərik. Çünki 9 A ilə B eyni deyil. Həm orada şagird sayı fərqlidir, həm orada sinfin səviyyəsi fərqlidir, həm o otağın bazası fərqlidir. Bəlkə 9 A-da prometan lövhə var, 9B-də prometan lövhə yoxdur. Aydındır. Sinfin səviyyəsini nəzərə alırıq. Otağın maddi-texniki bazasını nəzərə alırıq. Şagird sayını nəzərə alırıq. Nəticəsini nəzərə alırıq. Aha, yaxşı davam edək müəllimlər. Ziqzaq üsulunu dedik, böyük mətnin qısa zaman müddətində şagirdlərə mənimsədilməsidir bu. Aydındır. Yaxşı müəllimlər, bəs bu hansıdır? Daha çox ibtidai sinif şagirdləri arasında daha çox belə deyək də bu üsul sevilir. Söz assosiasiyası yaradılır, söz assosiasiyası. Dəqiqə. Aha. Və hadisənin xüsusiyyətlərini tapmağa xidmət edir. Tapmaq var da, burada aksiondur. Aksiyonu biz televizorda da demişik də, bəli, hər aca çıxarılır. Sözə aid xüsusiyyətlər sadalanır
Daha sonra isə ən sonda deyən şagird qalib olur. Ən sonda deyən şagird qalib olur. Heç bu üsulu istifadə etmisiniz müəllimlər? Bu üsulu istifadə etmisiniz? Maraqlı üsuldur. Yuxarı sinifdə də keçirdə bilərsiniz. O demək deyil ki, ibtidaidə siz onu keçirdə bilərsiniz. Xeyr, yuxarı sinifdə də keçirdə bilərsiniz. Sadəcə daha çox ibtidai sinif şagirdləri arasında daha məşhurdur. Yaxşı, bəs bu hansıdır? Deməli, problem ortaya qoyulur. Problemin həlli üçün 3 dənə yol göstərilir və o həll yollarının müsbət və Qərarlar ağacı. tərəfləri, bəli, müsbət və mənfi tərəfləri qeyd olunur. Ən sonda qərar qəbul olunur. Bəli, bu qərarlar ağacında yadınızda saxlayın ki, orada problem olur. Problemin 3 dənə həll yolu olur. O 3 dənə həll yolunun hər birinin müsbət və mənfi tərəfləri qeyd olunur. Müsbət mənfi tərəfləri qeyd olunur, daha sonra daha çox müsbəti olan götürülür də, düzdür? Daha çox müsbəti olan götürülür. Davam eləyək müəllimlər. Bu hansı üsuldur? Orada iş vərəqi verilir şagirdlərə, iş vərəqi. İş vərəqində ortada sözlər yazılır, qıraqda da orada qeyd olunur ki, tutalım izahını de, nümunə göstər, qeyri-nümunə göstər. Bəli, bu hansı üsuldur? Yox, bu klaster deyil. Bu Fryer modeli. bəli, Fryer modelidir. Bu Fryer modeli söz analizi aparmaq və söz ehtiyatı yaratmaq üçün istifadə olunur. Tərifini Fryer modelində məsəl üçün ortaya isim yazılıb, qıraqlara deyilir ki, ismin tərifini de, ismin xüsusiyyətlərini sadala, nümunə göstər, bir dənə də qeyri-nümunə. Məsələn, ismə nümunə nədir? Kitab. Deyir, bir dənə də qeyri-nümunə göstər. İsmə qeyri-nümunə nə ola bilər? İsim olmayan bir şey olsun da. Məsəl üçün, qırmızı. Düzdür, uşaq yəni bilir ki, qırmızı isim deyil, sifətdir. Bəli, bu Fryer modelidir. Beşlik nə adlanırdı müəllimlər? Biz beşliyə nə deyirdik? Sinkveyn. Bəli. Sinkveyn. Beşli isə sinkveyndir. Orada nə var? Bir isim var. Sonra 4 sözdən ibarət olan söz. 4 söz var. 3 feil var, 2 Üç sifət var, bir dənə də isim var. Beşlikdir də, beşlik. Aydındır? Beşlik. Daha sonra müəllim lövhəyə bir kart yapışdırır və kartın altında yazılan sözü şagirdlər görmür. Qırağına yazır, tutalım ki, məsəl üçün gəlin bir dənə edək də onu. Məsəl üçün mən bir dənə lövhəyə bir kart yapışdırmışam. Kartın içində Mən kiməm? içindəkini görmürsüz. Qırağa deyirəm ki, desəm məsələn kurikulum, məsəl üçün deyirəm, kurikulum, ixtisas, ikinci sözüm ixtisasdır. Üçüncü sual Anlayışlı istifadə. 35%, dördüncü sual yazıram 10%. Siz burada nə anlayışı çıxartdınız? Hansı anlayışı? Sertifikatlaşdırma. Bəli, sertifikatlaşdırma. Bəli, bu sertifikatlaşdırmadır. Baxın, görürsünüz, anlayışı çıxartdınız. Elə 4 dənə, 5 dənə anlayış deyilir. 4-5 dənə anlayış deyilir və şagirdlər o anlayışı nə edirlər? Çıxardırlar. Tamamilə doğrudur. Klaster üsulunu da hamımız bilirik. Klaster üsulunu. Klaster üsulunda nə var? Şagirdlərin bir mövzu Yoldaş qiymətləndirməsi. haqqında mövcud bilikləri aktivləşdirmək üçündür. Bəli, ona şaxələndirmə də deyirik. Bu üsulu daha çox biz hansı qiymətləndirmədə istifadə edirik? Yoldaş qiymətləndirməsində. Hansı qiymətləndirmə vasitəsində? Qiymətləndirmə vasitəsi diaqnostik, formativ, summativ. Hansı qiymətləndirmə vasitəsində istifadə edirik? Diaqnostikdə, klasterdə da təbii ki, formativdə də istifadə edə bilərik. Amma ən çox bu üsuldan diaqnostik qiymətləndirmədə istifadə etmək daha çox faydalıdır. Nə üçün? Bunun nə üçün? Odur ki, mövcud biliklər arasında şagirdlərin mövcud biliklərini aktivləşdirmək üçün. Yəni artıq bunun bazası var.
Sadəcə o bilikləri yenidən yadına salmaq üçün, yenidən ümumiləşdirmək üçün biz bu klaster üsulundan istifadə edirik. Aydın oldu? Yaxşı, bəs bu hansı üsuldur? Bir bölü bilirsiniz də, bu sadədir müəllimlər. Bunun haqqında sual verməyim. Bir sual verim. Bu bir bölü üsulunu biz hansı qiymətləndirmə vasitəsində istifadə edirik? Bəli, onun da diaqnostikdə. Orada da mövcud biliklər var da, düzdür müəllimlər? Mövcud biliklər arasındakı deməli şagirdlərin bildiklərini daha da aktivləşdirmək üçün istifadə edirik və refleksiya edirik. Bir bölünən biz nədir? Refleksiya edirik. Klasterlə refleksiya edə bilirik. Klasterlə. Elə bilirik də, bəli. Refleksiya nədir? Sonda nəticəni yoxlayıram da. Məsələn, dərsi keçdim, bitdim, sonra da klasterdən istifadə edirəm, görüm şagirdlər nə öyrəndi. Məsəl üçün mətn verirəm, mətndəki deyirəm obrazlar hansılardır, başlayır uşaqlar obrazları sadalamağa. Məsəl üçün bir obrazın adını dedi, dedim o obrazın xüsusiyyətini de. Uşaq başlayır onun xüsusiyyətini sadalayır. Və görürsüz nədir? Refleksiya edirəm ki, şagird mövzunu yaxşı mənimsəyib, obrazları bilir, refleksiya edirəm də. Refleksiya nədir? Nəticənin yoxlanılması. Refleksiya nəticənin yoxlanması deməkdir. Aydındır? Refleksiya nəticənin yoxlanması deməkdir. Yaxşı müəllimlər, refleksiya üçün bir də hansı üsul daha effektivdir? Refleksiya üçün bir də hansı üsul daha effektivdir? 3-2-1. 3-2-1 nə deməkdir? Yəni 3 dənə öyrəndiyi məlumat. Uşaq dərsin sonunda deyir ki, hə, bax mən bu 3 dənə üsulu öyrəndim. 2 dənə odur ki, ona qaranlıq məqamı, yəni anlamadığı. Bir dənə də ona maraqlı qalan sualını. Yəni bir dənə də ona maraqlı qalan sual. Müəllim bu suallara cavab tapmaqla müəyyənləşdirir ki, hə, uşaq nəyi öyrəndi, nəyi öyrənmədi, nə ona qaranlıq qaldı, nə qaranlıq qalmadı. Aydındır? Aha, sonra 4N1KH üsulu var. Kipling modelidir. O üsulda nə var müəllimlər? Aksiyon refleksiyaya, gəlin fikirləşək ki, aksiyon refleksiyaya gedər. Aksiyonda nədir? Şagird sonda ən son deyən şagird gedər. Refleksiyaya gedər. Sonda ən sonda deyən şagird qalib olacaq. Məsələn, dərsin sonunda müəllim deməli refleksiya edir aksiyon üsulu ilə. Orada eləyə bilər. Aksiyon üsulu gedər. Refleksiyaya gedər. 4N1KH müəllimə bu üsul 4N 1K 1H. 4N ilə başlayan sual, bunlar hansılar? Niyə, nə vaxt, necə? Bəli, nə? Bir dənə K kim, bir dənə H harda? Harada? Bu suallar adından da məlum olduğu kimi sual-cavab deməli nədir? Texnikasıdır. Aha. Sonra müəllimlər, bir dənə də üsul var ki, orada qarşı tərəfin verdiyi cavaba əsasən sualın verilməsi. Qarşı tərəfə bəli, bu Sokrat dialoqudur. Sokrat dialoqunda nəyə görə bunun adı Sokrat dialoqudur? Mən o qruplarımda hər zaman bunu vurğulamışam. Sokrat hər zaman dialoq zamanı qarşı tərəfin verdiyi cavaba əsasən sual verirdi və beləliklə o hər zaman bu dialoqlarda qalib olurdu. Daha çox onu bu məharəti ilə tanınırdılar. Elə o alimin adı bağlıdır. Sokrat dialoqu. Yaxşı müəllimlər, simulyasiya var, bir də rollu oyunlar var. Hansı ki, biz indi inşallah müsahibə sertifikatlaşdırma bitsin, ondan sonra müsahibə qrupları açacağıq. Müsahibə qruplarında biz simulyasiya edirik də. Simulyasiya nədir ümumiyyətlə? Simulyasiya. Özümüzü oynayırıq da müəllim. Özünüzü oynuyorsunuz da. Simulyasiya özü, imitasiya başqasına. Simulyasiya odur ki, həmən özüm, məsəl üçün müəllim deyir ki, bugün filan şagirdə deyir ki, bugün sinfin müəllimi sən olacaqsan, gəl sinfi idarə et. O gəlir sinfi şagird özü bildiyi kimi idarə edir. Belə eləyə bilərsiniz, uşaqlara maraqlı olur. Və yaxud müsahibələrdə siz özünüz oynuyorsunuz da, başqa heç kimin roluna girmirsiniz ki. Amma rollu oyun olur ki, hər hansı bir əsərdə obrazı götürürsən, sən onu parodiya edirsən də, belə deyək, kopyalayırsan. Özün olmursan da, obrazı necə yazıb müəllif, sən elə onu elə oynayırsan. Bu da olur rollu oyun. Aydındır?
Simulyasiya özünü oynayırsan, rollu oyunda isə başqasının rolunu canlandırırsan. Yaxşı müəllimə, o hansı üsuldur ki, orada 4 iş formasının 4-ü də var. 4 iş formasının 4-ü. O hansı iş formasıdır? Müəllimə. 4 iş formasının 4-ü. Yəni orada həm fərdi var, həm cütlərlə var, həm qruplarla var, həm də kollektiv iş forması var. Bəli, tamamilə doğrudur. Düşün, cütləş, bölüş, paylaş. Bu üsuldur. Düşün, fərdi olaraq düşünür, cütləş, qruplaşır, bölüş, deməli düşünür, tək düşünür, cütləşir, yəni 2 nəfər cütləşir, bölüşür, yəni qrupa bölüşür, paylaşır, yəni bütün sinifə paylaşır kollektiv olaraq. Bu iş üsulu yeganə iş üsuludur ki, bu iş üsulunda hər 4 iş forması mövcuddur. Elə bu iş forması qartopu texnikasına da bənzəyir. Bəli, tamamilə doğrudur. Qartopu texnikası da 3-2 yox, düşün, cütləş, bölüş, paylaş kimidir. Orada da əvvəlcə nə edir? Şagirdlərə verilən əvvəlcə onlar deməli 5 dəqiqə ərzində şagirdə vaxt verilir, düşünür, cütlərlə müzakirə edir. Sonra qruplarla böyüyür də, görürsüz, həcm böyüyür. Bunun adı ona görə qar topu texnikası adlanır. Sonra hər küncə bir söz yazırsınız. Məsələn, birinə Sinif küncləri. bəli, razıyam. Razı deyənlər bu küncə gedir, razı olmayanlar bu küncə gedir. Bəli, bu olur sinif küncləri. Sinif küncləri bu da maraqlıdır. Yəni razıyam, razı deyiləm, əmin deyiləm. Axırda hər küncə siz bir söz deyə bilərsiniz. İndi kitabda nümunədə bu cür yazılıb. Siz onu başqa cür də təyin edə bilərsiniz. Sonra uşaq fikrini əsaslandırır ki, niyə razıyam, niyə razı deyiləm. Aydındır? Belə. Bəs bu mikrofon bağlayaq, xahiş edirəm, əks-səda verməsin. Bəs bu hansı üsuldur? Orada daxili dairə olur, sonra xarici dairə olur. Qızıl dairə. Qızıl Akvarium. bax. Akvariumda. Və bax, aydındır. Nəyə görə? Burada daxili dairə müzakirə aparır, xarici dairədə onu izləyir, müşahidə edir. Sonra o qruplar yerlərini dəyişə bilər müəllimlər? Sonra o qruplar yerlərini dəyişə bilər? Bəli, dəyişə bilər. Bəli, sonra o qruplar yerlərini dəyişə bilər. Tamamilə doğrudur. Dəyişə bilərlər. Belə. Sonra müəllimlər dəyərləndirmə mərhələsinə uyğun olan, daha çox ona uyğun olan iş üsulu hansıdır? Bloom taksonomiyasının dəyərləndirmə mərhələsinə uyğun olan üsul hansıdır? Debat. Bəli, debatdır. Debatda çünki orada deməli müzakirə var, öz fikirlərini deməlisən, sübut eləməlisən, düzdür? Əks tərəf var. Biri digər fikrini təqzib edir. Bəli, bu debatdır. Debatda müzakirə var, öz fikrini demək var. Ona görə bu şagirdlərin dəyərləndirmə bacarıqlarını deməli formalaşdırır. Aydındır? Sonra görək burada hansı qaldı? Bloom kubunu eşitmisiniz müəllimlər, Bloom kubunu? Bəli. Bəli. Bloom'un 6 mərhələsini əhatə eləyir və onlara aid sual verilir. Aha. Kubların hər üzünə bir şey yazılır. Kubların hər üzünə. Kubdur da, kubun neçə üzü var? 6 üzü var, düzdür? O 6 üzə məsələn yazırlar izah et, yenisini yarat, tətbiq et, adlandır. Yəni həmin o Bloom'un mərhələlərinə aid feillər qeyd olunur. Sonra belə başlayır nədir? Hansı kub hansı şagirdə düşdüsə, hansı üz başlayır o haqqda məlumat verməyə. Aydın oldu? Mən bu üsulu eləməmişəm, amma maraqlıdır. Gərək edim. Bloom kubu. Aydındır? Bu oldu Bloom kuba. Sonra simulyasiya rolunu oynayıblar, qartopu dediniz. Aha, mən kiməm üsulu var müəllimlər. Mən kiməm üsulunu başa düşürsüz? Necədir mən kiməm üsulu? Bəli. Orada şagirdin birinin alnına yazıb Alnına yapışdırırsan. yapışdırılır. Bəli, Hər digər hansı bir şagirdlərdən şairin sual və verir. yaxud da yazıcı adını və yaxud da ki sözün hər hansı sözünü tapmalıdır. Bu yazıcı kimdir və yaxud da ki hansı yazıcının sözüdür.
Uşağın alnına yapışdırılan kağızda anlayış yazılır. O anlayışa aid qarşısındakı şagirdlər sual verir. E, deməli həmin şəxs də tapır və beləliklə gəlib o nöqtəyə çatır da ki, onun alnında yazılan yapışqanlı kağıza yazılan söz hansıdır? Mən kiməm? Aydındır. Sonra müəllimlər, sonra insert metodu var. Orada insert metodunda buna ikinci adı nədir? İşarələr qoyulur, hə. İşarələrdən ibarətdir. Müsbət, mənfi V işarəsi, Müəllimlər, çox sual xahiş işarəsi. edirəm. Əgər kimdə çox xahiş edirəm, evdə uyğun deyilsinizsə, uyğun ortamda deyilsinizsə, çox xahiş edirəm dinləmə mövqeyində olun. Video yazılır, diqqətli olaq. Insert metodu işarələr metodudur. Orada təsdiq edirsənsə, bax belə işarə V işarəsidir. İnkar edirsənsə çıx işarəsidir. Aldığınız informasiya təzədirsə plus, sənə qaranlıq qalan, yəni məlumat haqqında əlavə məlumat almaq istəyirsənsə sual işarəsidir. Bu olur insert metodu, işarələr metodu deyilir də. İşarələyirsən və müəllimə aydın olur ki, şagirdlərə nə qaranlıq qaldı, nəyi bildi, nəyi öyrənmək istəyirlər, hansı məlumat şagird üçün yenidir, hansı məlumat şagird üçün yeni deyil, köhnədir. Aydındır. Belə müəllimlər. İndi gəlin diferensial yanaşmadan da sual-cavab verim. Çünki diferensial yanaşmanı da vermişdim və günün aktual mövzularından biridir ki, təlimdə diferensial yanaşaq. Diferensial yanaşmaq asan iş deyil. O müəllimdən peşəkarlıq tələb edir, yüksək pedaqoji qabiliyyət tələb edir ki, müəllim şagirdlərə diferensial yanaşa bilsin. Diferensiallaşma eyni sinifdə və ya eyni təlim mühitində müxtəlif qrupa daxil olan şagirdlərə fərqli metodlarla işləmək və dərslərin hər qrup şagirdə uyğun olaraq planlaşdırılmasıdır. Yəni burada söhbət eyni sinifdən gedir. 5A sinfi. 5B-nin aidiyyatı yoxdur. Eyni sinif, eyni təlim mühiti. 5A sinfində olan şagirdlərin həmin o şagirdlərə amma fərqli yanaşma. 5A sinfində tutalım 25 dənə şagird var. Biz onların hər birinin axı az öncə biz nələr müzakirə etdik? Öyrənmə tərzini müzakirə etdik. Növbəti dərslərdə şəxsiyyətin növünü müzakirə edəcəyik. Biz bunları bilməklə şagirdlərə diferensial yanaşa bilərik. Aydındır? Burada açar söz oldu. Eyni məkan, eyni təlim mühiti, amma fərqli yanaşma metodu. Aydındır müəllimlər? Fərqli yanaşma metodu. Aha, gedək müəllimlər. Diferensial təlimin ümumiyyətlə bir sıra üstünlükləri var. Diferensial təlim daha çox əlilliyi olan şagirdlər üçün daha effektivdir. İndi bilirsiniz də müəllimlər, bizim Respublikamızın qanunlarına əsasən daha çox inklüziv ehtiyacı olan şagirdlər var ki, onlara dəstək olmalıyıq və hətta bir çox məktəblərdə inklüziv siniflər də açılır. Bir dəqiqə müəllim, inklüziv siniflər açılır. Bizim məktəbdə yoxdur inklüziv siniflər. Amma bir çox məktəblər, Bakı məktəblər var ki, orada inklüziv siniflər açılır. İnklüziv siniflər nə deməkdir? Sağlam şagirdlərlə sağlamlıq imkanları məhdud şagirdlərin bir sinifdə oxumasıdır. İnklüziv. Bu diferensial təlimdə inklüziv, yəni həmin şagirdlər üçün daha effektiv olur. Müəllimə, diferensiallaşma ilə scaffoldingin fərqini bilirsiniz? Diferensiallaşma ilə scaffoldingin. Scaffolding diferensiallaşmadan daha böyük anlayışdır. Məsələn, bizim bugünkü dərsimizdə mən scaffoldingəm. Mən köməkçi oynayıram. Mən sizə köməkçi rol oynayıram. Sizə dəstək oluram. Müvəqqəti sizə körpü rolunu oynayıram. Ondan sonra tutalım ki, ola bilsin ki, dərsdən sonra sizə qaranlıq qalan nəsə məqam ola, deyəsiniz ki, Samir müəllim, məsələn, bu hissəni başa düşmədim. Bu hissə mənə qaranlıq qaldı. O artıq olacaq nə? Diferensial yanaşma. Aydın oldu? O olacaq artıq sizə diferensial yanaşma. Və diferensial yanaşmada bilirik ki, scaffoldingin hissəsidir.
Skaffolding daha geniş anlamdadır. Diferensial yanaşmada onun tərkib hissəsindədir. Aha, müəllimə. Diferensial yanaşmanı necə həyata keçirtmək olar? Necə həyata keçirtmək olar? Yəni diferensial yanaşmanı, diferensial təlimi hər müəllim dərsə girəndə diferensial təlimi təmin edə bilmir ki. Bu müəllimin peşəkarlığının asılıdır. Bunu siz necə təmin edərsiniz? Eyni sinifdə, eyni təlim şəraitində ancaq uşaqlara fərdi yanaşaraq. Necə yanaşırsınız da? Bunu bilin. Məsələn, sağlamlıq imkanları məhdud uşaqlara da hiss etdirmək lazım deyil ki, onun sağlamlıq imkanı məhduddur. Yəni hamıya bərabər şəkildə yanaşıb hərəsinin özünə uyğun. Məsələn, elə uşaq var ki, vizual daha yaxşıdır, eləsi var ki, audial daha yaxşı qavrayır. Onların hamısını təmin etmək üçün, yəni hərəsinə özünə uyğun tapşırıq vermək. Birinci, şagirdləri maraqlandıran sahə, mövzular müəyyənləşməlidir. Məsəl üçün, müəllim bir dənə mövzu verir, deyir, ona aid esse yazın, bu doğru deyil. Çünki müəllim heç olsa bir 3 dənə, 5 dənə mövzu verməlidir ki, Hər uşaq özünə uyğun mövzunu seçsin. Öz marağına uyğun olan mövzunu seçsin. Məsələn, Müəllimə, burada həm də şagird yönümlülük gözlənir də, doğrudur. Bəli. Çünki şagird yönümlülükdə də elə deyilir. Bəli, mən magistraturada bu il artıq bitirirəm. Bizdə orada fərdi işləri işləyirik. Orada mövzuları özləri verirlər. Bir 10 dənə, 15 dənə mövzu verirlər. Deyirlər ki, hansını istəyirsiniz seçin. Biz də baxırıq, seçirik, hansını daha çox yaxşı araşdıra bilərik, hansını bizə cəlb elədi, hansı bizə daha maraqlı oldu. Hər tələbə onu seçir. Deməli, şagirdlərin marağı olmalıdır. Şagirdlərin hazırlıq səviyyəsi, yəni şagirdlər nə öyrəniblər, nəyi öyrənməlidirlər və öyrənmə tərzini də dedik. Yəni, diferensial yanaşma üçün ilk öncə şagirdlərin öyrənmə tərzini bilməliyik. Burada yuxarıda müəllim nə yazdı? Zəif olan şagird. Dəqiqə, o SMS cavab vermədim. Görmədim SMS, ay müəllimə. Getdili bir nəsə biriniz yazmışdınız ki, gözü zəif olan şagird. SMS getdi, oxuya bilmədim. Aha, diferensial təlim ümumiyyətlə dərsin bir neçə komponentində özünü tapmalıdır. Məzmunda, dərs prosesinin özündə, nəticədə. Müəllimə, əgər sinfinizdə görmə qabiliyyəti nisbətən zəif olan şagird varsa, onu biz təbii ki, arxa partada əyləşdirə bilmərik də. Biz onu mütləq lövhəyə yaxın olan partalarda əyləşdirməliyik. Və yaxud da gözü zəif olan uşaq qabaq partada otursa, diferensiallıq pozulmur, qətiyyən pozulmur. Elə o gözü zəif olan, görmə qabiliyyəti aşağı səviyyədə olan şagirdi biz mütləq qarşı partada əyləşdirməliyik. Çünki o uzaqdan onu görməyəcək. Sağlamlığında digər problemi olan şagirdləri. Ondan sonra yox, gözdən əlil olan şagirdlərə aid deyil o. Aid deyil. Aydındır. Sonra müəllimlər formativ və summativ qiymətləndirmə zamanı sinfə ümumi rəyin verilməsi doğrudur. Ümumi spesifik olmalıdır, yəni xüsusi rəy verilməlidir məncə. Formativdə olur rəy. Summativdə rəyin olduğunu bilmirəm. Bəli, ümumi rəy doğru deyil. Çünki ümumi rəy təsəvvür edin ki, sinfə deyirsiniz ki, uşaqlar, bu gün mən hamınızdan razı qaldım. Və yaxud da bu gün heç birinizdən razı qalmadım. 25 şagirddən 5-indən razı qala bilərsən, 5-indən razı qalmaya bilərsən, digərlər orta səviyyədə. Amma ümumi rəy axı demək doğru deyil. Rəy spesifik olmalıdır, düzdür? Və ayrı-ayrılıqda şagirdlərin çətinlik çəkdiyi mövzularla bağlı nəyin üzərində işləyəcəyi barədə konstruktiv rəy verilməlidir. Konstruktiv rəy şagirdlərin gələcəyinə yönələn rəydir. Şagirdlər bir-birini qiymətləndirə bilər. Bəli, qarşılıqlı qiymətləndirmə olur. Müəllim qiymətləndirməsi, şagird qiymətləndirməsi. Aha, bəli, tamamilə doğrudur. Yəni burada yalnız müəllim qiymətləndirə bilməzlər. Şagird şagirdi də qiymətləndirə bilər, şagird özünü də qiymətləndirə bilər, şagird digər şagirdi də, bir də qrupu da qiymətləndirə bilər. Bəli. Buna deyirlər interaktiv təlim.
Buna deyirlər interaktiv nədir? Təlim. Diferensial yanaşmadan danışırıq. Diferensiasiya ilə bağlı bir sıra ümumi yanlış təsəvvürlər var. Məsələn, bu təsəvvürlərdən birini sizə deyim. Siz deyin ki, bu yanlışdır, yoxsa doğrudur. Məsəl üçün müəllim deyir ki, mən diferensial yanaşıram, bir neçə əlavə fəaliyyət verir. Ki, hə, diferensial yanaşım. Bu doğrudur müəllimlər. Çox fəaliyyət verməsi doğru deyil. Doğru deyil də. Çox fəaliyyətin verilməsi bu həm müəllimin vaxtı buna, həm də ki, şagirdlərə necə deyim, bu yazılsa da gündəlikdə, amma bunu reallaşdırmaq mümkün deyil. Çoxlu fəaliyyət. Yəni bunu zaten sən 1:45 dəqiqədə çatdıra bilməyəcəksən. Bəzən bəli, qarışıqlıq yaranır. Bəzən müəllimlər olur ki, jurnala, gündəlik planlaşmaya 4-5 dənə təlim nəticəsi yazırlar. Standart yazırlar. Nə yaxşı valla, belə bunu eləyə bilən müəllim varsa, lap yaxşı eləsin də. Yazmaqla deyil müəllim, onu gərək reallaşdırarsan. 2 dənə ən yaxşı müəllimsənsə də, sən necə deyim, sinfi o qədər gözəl idarə edirsən ki, hər bir 3 dənəsini yaza bilərsən, 3 dənəsini. Bir dənə azdır, bir dənə 1:45 dəqiqə üçün azdır. Tövsiyə olunur ki, 2 və yaxud da 3 dənə. Aydındır? Eləcə də diferensial yanaşma deyib biz bir neçə fəaliyyəti verməyimiz doğru deyil. Bu zaman orada qarışıqlıq nədir? Yaranacaq. Yəni müəllim hər bir şagirdə eyni tapşırığı verəndə, ümumiyyətlə bütün şagirdləri ümumi rəy verməklə qiymətləndirdikdə, təlim üsullarını yalnız istedadlı şagirdlər üçün tətbiq etdikdə bu diferensiallaşma sayılmır müəllimlər. Diferensial yanaşma o demək deyil ki, elə bir qrup şagird üçün sən bunu edəsən. Baxın, bəzən biz dərs dinləməyə gedirik. İndi burada bir çox müəllimlər tanıyır. Mən bəziləri ola bilsin ki, yeni qatılıb qrupa. Mən həm də o məktəbdə təlim-tərbiyə işləri direktor müavini işləyirəm. Məsələn, dərs dinləmələrə gedirik və orada daha çox müşahidə etdiyimiz nədir? Müəllim bir qrup şagirdlə işləyir. Sual verir, həmən hansı əl qaldırır, onlarla sual-cavab edir. Digər şagirdlər artıq keçirlər passiv mövqeyə. Düzdür? Passiv mövqeyə keçir və bu passiv mövqe sonra da deyirik ki, illərdir bu uşaqdan səs çıxmır. Amma onu biz o səviyyəyə gətirib çatdırmışıq. Hər bir uşağın düşünmə tərzi ayrıdır, qavrama qabiliyyəti ayrıdır. Düzdür müəllimlər? Və onlar sən sual verdikcə gec cavab verə bilərlər. Ona görə onlara düşünmə vaxtı vermək lazımdır. Əgər düşünmə vaxtı verməyəcəksənsə, tez düşünən şagirdlər olur ki, onlar tez cavab verəcək. O digər şagirdlər keçəcək artıq arxa plana. Deyəcək ki, onsuz da müəllim elə ancaq bunlardan soruşur. Və beləliklə passiv mövqedə olacaq. Və get-gedə passiv mövqedə olacaq. Aydındır? Belə. Sonra burada nə var? Görün, burada üsullardan vermədiklərim var. Aha. Mən də gəlin görüm iş üsullardan nə qalıbsa, biraz da onlardan sual-cavab verim. Beyin həmləsi, Ven, Sokrat. Aha, qızıl dairə. Qızıl dairəni kim başa düşür? Hə, sinektikanı da verməmişəm, indi onu da verərəm. Qızıl dairə. Mən topu texnikasına oxşadıram, amma əlavə bir özelliyin olduğunu bilmirəm. Nəyin? Orada da sual-cavab texnikasıdır. Orada da 3 dənə N. 3 dənə N ilə başlayan sualdır. Və bu daha çox dinləyib anlama, oxuyub anlama bacarığını formalaşdırır. Və bu üsulda nədir, müəllimə? Bu üsulun əsas məqsədi odur ki, Kiplingə oxuyur yəqin ki. nə? Kiplingə. 4 N, H, M var. Kipling modelinə oxşuyur. İndi kitabınızda bu üsulun məsələ bir şey deyil. Bu üsulu daha geniş yazılmayıb müəllimə. İnternetdə də bu üsul haqqında məlumat azdır. Amma burada da sual-cavab texnikasına bənzəyir. Yəni burada da ideyalar qruplaşır, şagirdlərin ünsiyyət bacarığı formalaşır. Proqnozlaşdırmanı dedik, sonra nə dedik? Zigzag aksiyon dedik. Əşyalardan qeyri-adi istifadə, müəllimlər. Əşyalardan qeyri-adi istifadə. Məsəl üçün, insan var, ayaqqabısı xarab olur, onu atıb gedir də, yəni tullayır. Lazım deyil.
Amma elə insan da var ki, o ayaqqabıdan öz həyətində quşlar üçün bir yuva düzəldir. Və yaxud da maşının təkəri xarab olur, o şini götürüb biz atırıq. Bir dəqiqə müəllimə. Yəni təkrar onu istifadə amma elə insan var ki, həmin o təkərlərdən öz həyətində gözəl bir dənə dibçək düzəldir, torpaq, bəli, fərqli istifadə edir. Belə insanları mən daha çox bilirsiniz harda görmüşəm müəllimə. Burada Bakıda reabilitasiya mərkəzi var. Reabilitasiya mərkəzinə bir dəfə girəndə burada əlilliyi olan uşaqlar idi orada və onların necə qabiliyyətləri var idi. Onlar istifadə olunmuş əşyalarda necə təkrar istifadə edirdi. Yaradıcı, dəhşət yaradıcı olurdu. Mən hətta onlar o taxtadan elə yonma işləri görürdülər. Deyirəm bunu bu insanlar edib. Artizm uşaqlar var ha müəllimə. Bilirsiniz necə bacarıqlı olur, xüsusilə kompüter sayəsində. Yaxşı, bu oldu əşyalardan qeyri-adi nədir? İstifadə. Qərarlar ağacını verdim. Hə, sinektika nədir bəs müəllimlər? Sinektikanı kim başa düşür? İki qrupun biri mühakimə irəli yürüdü, ikincisi onu təksib eləməlidir, səhv eləmirəmsə. Sinektikada müxtəlif cinsli elementlərin birləşməsi mənasını verir. Yəni burada şagirdlərin təbii ki, düşünmə fəaliyyətini qrup şəklində aktivləşdirir. Baxın, bu üsul da elə bir üsuldur ki, sinektikada biz bunu cütlərlə və yaxud da fərdi apara bilmərik. Bu üsulu da mütləq biz qruplarla aparmalıyıq. Müzakirə texnikasıdır da, yəni müzakirə olur, həll yolları müzakirə olunur. O həll yollarının müsbət və mənfi tərəfləri vurğulanır. Bu ən çox hansı üsula bənzəyir sinektika? Bu hansı üsula daha çox bənzədir? Debata bənzəyir məndə. Və bu müzakirəni idarə edən şəxs var. Hər iki tərəfin fikrini dinləyir və variantlar müzakirə olunur və sonda ümumi qərar gəlinir də. Bu elə qərarlar ağacına da bənzəyir, hə müəllimlər? Daha çox bu qərarlar ağacına mən bunu bənzədirəm. Yaxşı müəllimlər, indi mən sizə sual verim. Siz yazın ki, artıq dərsimiz yekunlaşır. Yazın ki, bu iş üsulu hansı iş forması ilə həyata keçirilə bilər? Məsələn, Sokrat dialoqu. Məsələn, Sokrat dialoqu. Qruplarla. Niyə qruplarla? Cütlərlə. Bəli, Sokrat dialoq, baxın müəllimə, gəlin adi bir məntiqi. Dialoqda nədir? Qrup var. Xeyr, dialoqda 2 nəfər var da. Dialoq, 2 nəfər. Bu cütlərlə iş formasıdır. Aydındır. Sonra ziqzaq üsulu. Ziqzaq üsulu. Ziqzaq üsulu. Ziqzaq böyük həcmli mətni anlamaq üçündür. Aha, ziqzaq qruplarladır da. Orada da qruplarla olur. Kollektiv deyil axı, orada da qruplarla olur. Müəllimlər belə qarışıqlıq salırsınızsa, üsulu yadınıza salın. Onda orada nə var? Qruplar var da, doğma, yəni ana qruplar var. Sonra o doğma qruplarda olan birlər ayrı bir qrupda formalaşır. Düzdür? Yəni burada nədir? Qruplarla işdir. Burada nə fərdi, nə cütlərlə iş forması yoxdur. Aksiyon bəs. Aksiyon bəs. Aksiyonda isə bəli, aksiyon üsulu bütün sinif üzrə. Məsəl üçün, siz iş üsulu aksiyon yazmırsınız, iş formasını cütlərlə yazırsınız. Bu doğru deyil də, düzdür müəllimlər? Sizin yazdığınız iş üsulu iş formasına deməli uyğun olmalıdır. Anlayışın çıxarılması bəs. Anlayışın çıxarılması. Anlayışın çıxarılması. Anlayışın çıxarılması kollektiv aparmaq olar. Bu üsul elə bir şeydir ki, bununla fərdi də aparmaq olar, cütlərlə də aparmaq olar, qruplarla da aparmaq ola bilər, anlayışın çıxarılması. Düzdür? Bunu hər biri ilə apara bilərik. Məsələn, debatın özünü. Məsələn, debatın özünü.
Biz debat yolunu fərdi apara bilmərik də, düzdür? Debat nədir? Mütləq qruplarla aparılmalıdır. Qruplarla iş forması aparılmalıdır, düzdür? Aha. Belə müəllimlər, dərsimiz bitdi. Dərsimiz bitdi. Növbəti dərsimiz bu gün neçənci gündür? 4-cü gündür. Dərslərimiz həftədə 2 dəfə olur. 2-ci, 4-cü gün saat 20:30-da olur. Növbəti dərsimiz olacaq sinxron, asinxron tədris, sorğu və araşdırma əsaslı təlim, problem əsaslı öyrənmə, birbaşa təlim, oyunlaşdırma və oyun əsaslı öyrənmə. Bu mövzuları verəcəm. Bunun video yazısını göndərəcəm qrupa, materiallarını da göndərəcəm. Həftənin ikinci gününə hazır edəcəksiniz. Mən də izahlı sual-cavab əsasında soruşacağam və beləliklə biz iyunun 10-na qədər bütün proqramı bitirdikdən sonra imtahana qədər yenə ayın 10-undan sonra təkrara yol verməliyik ki, unutmayasınız da müəllimlər. Aydın oldu. Bu qrupa daxil olmaq istəyən şəxsimə yazsın. Belə. Uğurlar arzu edirəm hər birinizə. Hər birinizə 35% artımı arzu edirəm. İnşallah Çox sağ olun. artıma düşərsiniz. Yəni əslində biz bunu artım deyirik, amma bu əslində artım deyil, azalmadır. Mən bunu həmişə deyirəm. Nəyə görə? Həmişə maaşımız 10% artırdı, amma indi 5 ildən biri 35% artır. Əslində bu artım yox, azalmadır. Bunu iqtisadçıların fikirləşdiyi bir hiylədir bu. Bir müəllimin maaşının 35% 5 ildən bir artması bu azalma deyil. Bu aslında artma deyil, azalmadır. Belə müəllimlər, Allah hər birinizə can sağlığı versin. Uğurlar arzu edirəm. Zəhmətiniz böyükdür. Bütün cəmiyyətin yükü biz müəllimlərin üzərindədir. Baxırsan ailələrdən elə uşaqlar gəlir, halbuki o ailələrə təsir edən amillər müəllimlərdən asılı olan amillər deyil, ümumi cəmiyyətimizdə olan problemlərdir ki, bunun da yükünü sonda biz çəkirik ki, müəllim gərək belə edərdi, elə edərdi. Biz müəllimlərimizin yükü çoxdur həqiqətən və Heydər Əliyev vurğulamışdı ki, mən müəllimdən uca, müəllimdən yüksək vəzifə tanımıram. Həqiqətən də müəllimlər. Allah hər birinizə can sağlığı versin, zehin açıqlığı versin. Mən həm də qanun dərsləri də keçirəm. Əmək Məcəlləsində məzuniyyət günləri var. Ən çox məzuniyyət günləri müəllimlərdədir, 56 gün. Çünki ən minimum məzuniyyət günü 21 gündür. Ən çox da Əmək Məcəlləsinə əsasən 56 gün müəllimlərdədir. Çünki biz il boyu zehni işlə çox məşğul oluruq. Bizim dincəlməyimiz üçün, bizim sağlamlığımızın bərpası üçün məcəllədə də ən çox gün bizim peşəmizə verilir, 56 gün. Ona görə qədrinizi bilin, müəllimlər. İnşallah yaxşı olar. Yüksək bal arzu edirəm. Gecəniz xeyrə qalsın. Hələlik. Kimin nə sualı olsa 055 279 21 27 nömrəsinə yazsın. Sağ olun, Allah amanında. Ürəklər sağ olun, siz də sağ olun. Gecəniz xeyrə qalsın. Xeyrə qarşı. Sonda müəllimə, olar bir söz soruşum sizdən. Müəllimə, mən o başqa qrupa gecikirəm dərsə, olarmı şəxsi yazırsınız? Hə, bundan Yaxşı, qrupumda var. Oldu, siz də sağ olun. Sağ olun.